İran ilə İsrail arasında iyun ayında baş vermiş 12 günlük müharibədən sonra İranın yüksək səviyyədə zənginləşdirdiyi uranın taleyi və harda olması barədə sual əsas müzakirə mövzularından biridir. Sırağa gün Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Grossi'nin Financial Times qəzetinə verdiyi müsahibə həmin mövzunu yenidən gündəmə gətirib. Grossi müsahibəsində bildirib ki, İsraillə 12 günlük müharibənin bitməsindən sonra İran hələ də agentlik müfəttişlərinin Amerika Birləşmiş Ştatlarının hava zərbələri zamanı ciddi şəkildə zədələnmiş Nətənz, Fordo və İsfahan da daxil olmaqla bəzi vacib nüvə obyektlərinə daxil olmasına icazə verməyib. O vurğulayıb ki, İranın zənginləşdirilmiş uran ehtiyatlarının böyük bir hissəsi İsraillə 12 günlük müharibədən sonra toxunulmaz qalıb və hələ də zədələnmiş mərkəzlərdə yerləşir. Zərər əhəmiyyətli olub, amma bizim qiymətləndirməmizə görə 60% zənginləşdirilmiş uranın çoxu və ya hamısı, eləcə də 20%, 5% və 2% zənginləşdirilmiş uranın bir hissəsi hələ də oradadır, deyə baş direktor əlavə edib. Əsas sual da Grossi'nin tam və ya qismən Amerika Birləşmiş Ştatları zərbələrinə məruz qalmış obyektlərdə olduğunu söylədiyi 400 kiloqramdan çox 60% zənginləşdirilmiş uranla bağlıdır. Çünki agentlik rəhbərinin də vurğuladığı kimi, həmin uranın nüvə silahı hazırlamaq üçün lazım olan səviyyəyə çox yaxın, bu qədər yüksək zənginləşdirmə səviyyəsində olması narahatlıq doğurur. Qərb mənbələri iyundakı hücumlardan əvvəl İranın təxminən 9,8 ton müxtəlif səviyyələrdə zənginləşdirilmiş uranının olduğunu bildiriblər. Beynəlxalq Atom Enerjisi Agentliyinin məxfi hesabatına görə bu rəqəm 60% zənginləşdirilmiş 400 kiloqramdan artıq uranı da ehtiva edib. İndi Grossi deyir ki, hücumlar obyektlərə ciddi ziyan vursa da, silah səviyyəsinə yaxın zənginləşdirilmiş 408 kiloqram uranın taleyi qeyri-müəyyən olaraq qalıb və bu da yoxlamaların bərpa edilməsinə kəskin ehtiyac yaradıb. Qeyd edək ki, İran Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığı dayandırdıqdan sonra bu qurum nüvə obyektlərini yalnız peyk görüntüləri vasitəsilə müşahidə edə bilir. Bu mənada 60% zənginləşdirilmiş uranın aviazərbələrdən zərər çəkmiş obyektlərdə olub-olmadığını dəqiqliklə söyləmək mümkün deyil. İranın Xarici İşlər naziri Abbas Ərəqçi noyabrın əvvəlində ərəb mediasına verdiyi müsahibədə bildirib ki, 60% zənginləşdirilmiş uran hələ də hücumlardan əvvəl olduğu yerdə dağıntılar altında qalıb. Şərait imkan verməzdən əvvəl ora daxil olmaq niyyətimiz yoxdur. 400 kiloqram 60% zənginləşdirilmiş uranın nə qədərinin zədələndiyini və ya nə qədərinin istifadəyə yararlı olduğunu bilmirik. Daha əvvəl İran hökumətinin sözcüsü Fatimə Mühacirani də bununla bağlı suala qısa cavab verərək demişdi. 60% zənginləşdirilmiş uran yerin altında bastırılmış vəziyyətdədir və ona əlimiz çatmır. Yerusəlim Post qəzeti bu yaxınlarda yaydığı hesabatda bildirib ki, Mossad İranın zənginləşdirilmiş uranının yerini bilir. Tehran onu hərbi məqsədlər üçün istifadə etməyə çalışarsa müdaxilə edə biləcək. Hesabatda həmçinin İsrail təhlükəsizlik mənbələrinə istinadən iddia edilir ki, bu miqdarda uran təxminən 6 nüvə bombası yaratmaq üçün kifayət edə bilər. Baxmayaraq ki, bomba yaratmaq daha çox infrastruktur və vaxt tələb edəcək. Daha əvvəl İsrailin baş naziri Benyamin Netanyahu da Fox News-a müsahibəsində İranın 60% zənginləşdirilmiş uran ehtiyatının harda olduğu barədə tam məlumatlı olduqlarını bildirmişdi. Lakin onu da xatırlatmaq lazımdır ki, hələ İsraillə müharibə bitməmiş, bir İran rəsmisi Reuters'e demişdi ki, İranın yüksək həddə zənginləşdirilmiş uran ehtiyatı Amerika Birləşmiş Ştatları zərbələrindən öncə təhlükəsiz yerə köçürülüb. Odur ki, bu məsələ ətrafında müəmma davam edir və İran saytlarından birinin yazdığı kimi 408 kiloqramlıq sual olaraq qalır. Bu məsələnin hazırda aktuallaşması son vaxtlar baş verən proseslər kontekstində heç də təsadüfi sayılmamalıdır. Rafael Grossi'nin sözü gedən müsahibəsinin İran mediasında geniş reaksiya doğurması da diqqəti çəkir. Belə ki, həmin müsahibə bir növ İrana xəbərdarlıq xarakteri daşıyan açıqlamaları ehtiva edir. Grossi deyib, siz nüvə silahının yayılmaması müqaviləsinə sadiqəm söyləyib, sonra da öz öhdəliklərinizi yerinə yetirməkdən imtina edə bilməzsiniz. Siz belə bir gözləntidə ola bilməzsiniz ki, agentlik desin. Yaxşı, müharibə olduğu üçün siz ayrı kateqoriyaya aid edilirsiniz. Baş direktor onu da vurğulayıb ki, hələlik İranın məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmağa ehtiyac yoxdur. Amma əməkdaşlığı ciddi şəkildə yaxşılaşdırmaq lazımdır. Bununla bağlı İranda dərc olunmuş təhlildə yazılıb. Bu açıqlamalar qarşılıqlı əlaqənin başlanğıcından daha çox dərinləşməkdə olan ixtilaflar və yeni qarşıdurmaların mümkünlüyü barədə xəbərdarlıqdır. Bəzi müşahidəçilər Grossi'nin açıqlamalarının Amerika Birləşmiş Ştatları və İsrailə İranın uran ehtiyatlarını itirdiyinə çox da ümid etməmələri üçün bir mesaj olduğunu söyləyirlər. Bu, gərginliyin artmasına səbəb ola biləcək bir siqnaldır. Noyabrın 3-də İranın ali rəhbəri Ayətullah Əli Xameneyinin şagirdlər və tələbələrlə görüşdə səsləndirdiyi bəyanatlar əməkdaşlığı nəinki yaxşılaşdırmağı, hətta onun varlığını da istisna edən məqamlarla doludur. Xameneyi
İslam Respublikası ilə Amerika arasındakı ixtilaf taktiki yox, fundamental səciyyəlidir bəyanatını verməklə əslində Amerika Birləşmiş Ştatları ilə dialoqun mümkünsüzlüyünü və köhnə siyasətin davam edəcəyini vurğulamış olub. Eyni zamanda Donald Trumpın İrana danışıqlar və razılaşma üçün 2 həftə vaxt verdiyi və bunun əvvəlki 60 günlük müddətə bənzədiyi barədə xəbər yayılıb. Burada hazırki müddətin də əvvəlki möhlət kimi hərbi addımlarla yekunlaşa biləcəyinə aydın şəkildə işarə olunub. İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin qardaşı Məhəmməd Cavad Laricani də bəyan edib ki, İran 2 həftədən də az müddətdə atom silahı yaratmağa qadirdir. Belə bir iddia İranın yüksək səviyyədə zənginləşdirilmiş urana çıxışı olmadan səsləndirilə bilməz və İranın bu tipli uran ehtiyatının əlçatan olmasından xəbər verir. Üstəlik, bu açıqlamalar fonunda İran mediası və sosial şəbəkələrində regionda yeni böyük müharibənin olacağı ilə bağlı ehtimallar geniş şəkildə səslənməkdədir.